Salam, mən Pələng, Şah Pələng. Öpürəm sən, öpürəm mənim qardaşım, öpürəm sən. Öpürəm sən. Habibi sən nə şirinsən? Ay bibi, bunun adı nədir? Acılıyırsan orada. Dilə var bir də. Görsən necə? Fərqli bir din. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Belə bir hava limanındayam. Bayaqdan da orada gözlədirlər bizi. Yoxlamış oldu, o oldu, bu oldu, keçdi amma. Neyse təyyarəyə minim. Hardasa 2 saat uçacağım. 2 saat sonra Vietnamda olacağım. Vietnamda hardasa nə qədər qalacağım? 14-15 gün qalacağım. Heç keyfim də yoxdur uşaqlar. Özümü də yaxşı hiss eləmirəm psixolojik olaraq. Ona görə mən söndürüm, ən yaxşısı gedim, yerləşim, kameranı açacağım. Təyyarəmiz də belə bir təyyarədir. Minəcəyik. Biz 9-cu yerdə oturmalıyıq, səhv etmirəmsə. Good afternoon, welcome. 9D, hə, 9D koridordur, yəni bu tərəfdir. O yaxşı oldu. Təyyarə də buz kimidir. Demişdim öncəki videolarda da, baxın belə. Ha, buradadır, qorxdum ha. Qalın bir şey götürün, geyinin. Çünki təyyarə çox soyuq olur. Mənim yerim buradır, 9D. Hormati. Pesawat ini Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Demək olar ki, çatırıq. Şəhərin adı da Ho Chi Minh imiş. Ho Chi Minh. Bilmirəm, görəsiniz ya, yox. Dəqiqə artıq düşməliyik. Təyyarə inişə keçib. Yəni inir yavaş-yavaş. Neçə gündür çəkiliş eləmirəm, çünki Vietnama gələndən sonra gördüm ki, çox yorğunam. Uşaqlar, artıq səyahətimin bir ayını keçmişəm. Bir aydır orada, burada qalıram. Ona görə də insan istər-istəməz yorulur. Bilmirəm, ağzını qırağı çörək yiyor, yox, yemək yiyirdi aşağıda. Qaldığım hostel çox ucuzdur, inanılmaz. 3-4 dollardır, belə bir şeydir. Amma rahatdır, belə biraz basırıq görsənir. Buraların hamısı yataqdır da. Basırıq görsənsə də çox rahatdır, qalması yerdir. Büdcəyə uyğundur. Buradan aşağıya düşəndə, daha doğrusu yuxarıda şeylər var, otaqlar, ayrı otaqlar. Orada tualet hamam var. Buradan isə resepsiyona düşürsən. Burada da hansı ki bizim türk qardaşlarımız var. Gökbərk var, Gökbərki tanıyırsınız. Ayşə abla var. Ahmet abi var. Selamünaleyküm. Necəsiz? Yaxşısınız? Yaxşıyız. Elhamdülillah. Biz burada qarşılaşdıq gənclər. Əslində mən Gökbərklə danışmışdım ki, bəs Ho Chi Minh şəhərinə gələcəm, orada harda qalırsan, mən də gəlim qalın. Ahmet abi ilə tanışdırdı məni, sonra Ayşə abla ilə tanışdırdı. Ayşə abladan bir şeylər demək istəyirəm, hansı ki Ayşə abla oğluyla dünyanı gəzirdiniz, hə abla? Evet, birlikte gezmiştik. Hı. Yani oğlum benim 3 sene falan gezdi. Sırt çantasıyla. Onlar başladı arkadaşıyla birlikte dünya turuna çıktılar otostopla. Onlar biraz gezdikten sonra ben de dedim ki gelebilir miyim ben de sizinle? Tabii onlar genç, istemeyebilirler yaşlı birine yanında. O yüzden dolayı dedim bir sorayım bakayım. Çünkü ben de çok istiyordum aslında. Ondan sonra dedi ki oğlum gel anne, yok dedim. Arkadaşına sor, hani belki o istemez. Yok Ayşe teyze buyur gel dediler. Ben de onlarla birlikte sırt çantamla, yine onlarla birlikte otostopla. Otostopla hatta. Tabii onlar zaten otostopla, yani bize, ya onlara nasıl, onlara katılabilirse onların şekliyle katılmam Ayak gerekiyor. uydurmam gerekiyor. Tabii ki. Aynen. Peki 3-4 kişi oluyor muydu otostop? 3 kişiydik. Oo. Bir arkadaşı vardı. Hatta Azerbaycan'da 2 televizyona çıktılar arkadaşıyla birlikte. Ne güzel. O ara Bizdə gezerken- elədir abla. Bizdə özümüzünkilərə dəyər vermirlər.
Türk də özümüzünkidir, başqa məsələ. Amma qıraqdan gələn bir adam olanda hemen televizyona çıxarıyor Onlar ona. tesadüfen herhalde karşılaştılar, bilmiyorum. Ama artık normalde nasıl ya olduğunu. yabancı her tarafta bir ilgi var Evet, ama. evet. Mesela burada da bize kral gibi tapıyorlar resmen. Vallahi Peki Ahmet Bey, beyaz ten olunca. siz kendiniz hakkınızda bilgi verir misiniz efendim? Tabii vereyim efendim. Evet. Ben İstanbul doğma büyümeyim. Türk'üm, gururluyum. Ve Türk insanlarının hepsini seviyorum. Allah Geçen razı olsun. sene İpek yolu yaptım. Çin'den başladım, Siyan'dan. Ondan sonra Moğolistan'a çıktım. Geldiğimiz yurtları gezdim. O Orhun Vadisi, Tonyukök yazıkları. Bir ay Moğolistan'ı dolaştım. Ondan sonra tekrar Çin'e girdim. Uygur'u gezdim. Uygur Türkler. Urumçi, Kaşgar, Karla hepsini gezdim. Oradan çıktım Kırgızistan. Oradan çıktım Kazakistan. Türk Divan-ı Lügat'ın yazarı Ahmet Yesevi'yi ziyaret ettim. Vay vay vay. Oradan indim Özbekistan. Ondan sonra tam Azerbaycan'a gelecektim. Azerbaycan'da dediler ki bana Sınırlar kapalı. Sınırlar kapalı, yani şeyden giremezsin, hava yoluyla girip çıkman gerekiyor. O da çok masraf olacaktı. Ben karayoluyla, Hazar Denizi'nden deniz yoluyla falan Geçmek istiyordum. Gemiyle aynen. Öyle yapmadım. Artık Türkmenistan'da zaten kapalı bir ülke olduğu için. Giremedin oraya. Evet. Ondan Aynen. dolayı da uçtum Bu İstanbul'a. arada Ahmet abi de Fransa'da yaşayıb, Amerika'da da olub, eyni şəkildə Ayşə abla da Amerika'da olubdu. Gökberk'i de benim videolarımdan tanıyırsınız. Gökberk Vietnam'da olur. Evet. Türkiye'de. Azerbaycan'ı ben çok seviyorum. Ben Azerbaycanlı çok insandan güzellik gördüm. Yani Benden hani peki? senin şeyin güzel, enerjin güzel. Bazen öyle bir tatlı, öyle bir iyisin ki. Harika yani. Teşekkür ederim, afiyet olsun. Biraz çıxıb şəhəri göstərəcəm sizə. Hansı ki bilirsiniz ki, birinci videoda əl üstü biraz göstərirəm şəhəri. Ondan sonraki videoda isə şəhəri tam olaraq gəzirik. İndiyə kimi Taylandda da elə elədik, Kuala Lumpurda da, Singapurda da elə elədik. Mənim əzizlərim. Yox. Singapurda bir video oldu, qəşəng video oldu, uzun video oldu. İstəsəz girib izləyə bilərsiniz. Uzun sözün qısası. Mən hal-hazırda şəhərin mərkəzində qalıram uşaqlar. Bax belə ara bir yerdəyəm, sakitçilikdir. Küçəyə çıxanda artıq dərxananı görürsüz. Bura nədir? Bura mikrorayondur. Necə mikrorayondur? 9 mikrorayon olmalıdır burada, səhv etmirəmsə. Biz birinci mikrorayondayıq, yəni şəhərin ən mərkəzindəyik. Mərkəzi küçəsindən biri olan Buvien. Buvien nədir? Walking Street var idi məsələn. Mərkəzi klubların, klubların, barların olduğu küçələrdir həmin Buvien. Bir küçədir, ayrı-ayrı küçələri də var. Ora inşallah aparacağım bu videoda. Bundan sonraki videoda isə detaylı bir şəkildə gecə həyatını göstərəcəm sizə. Uzun sözün qısası, hava biraz tutuqdur. Kuala Lumpur kimidir, Taylanddakı kimi günəşlik deyil. Amma əlimdən gəldiyi qədər bir şeyləri göstərəcəm. Hal-hazırda hara gedirik desəz, bu qardaş mən bir keçim, haloğlu bir dəqiqə. Bentang bazarı var, Bentang bazarı. Hansı ki Ho Chi Minh şəhəri, Ho Chi Minh də deyirlər, ən böyük bazarıdır. Bu şəhərə aid olan ən böyük bazardır. Hər şey var 7-dən 70-ə. Küçə isə belədir. Təbii ki də Avropalılar da var, bir çox turist var. Əsasən Taylanddan doyan insanlar Vietnama gəlirlər. Motosikle'dan. Salam aleyküm, necəsiniz? Nasılsın? İyiyim ben. Türkçe duyunca merhaba diyeyim dedim. İyi yaptın. Sen buraya yeni mi geldin Ben abi? yeni geldim, evet. İyi, tek misin, gezmek için mi? Tek. Ne güzel. Endonezya'da işim vardı, Jakarta'da. Hı hı. Bitti iş. Biz de burada kalıyoruz. Türk abiler de var orada. Ha, güzel. İstersen bir kahve ısmarlayalım sana Sağ ol, akşam. teşekkür ederim. Ben yarın dönüyorum. İyi, tanıştığıma Sadece bir memnun selam oldum. vermek İyi istedim. yaptın abi. Görüşürüz. Kendine dikkat et. Turistler gelir. Yeni şekilde Türkler de buraya gelir. Çok Türk var. Burada Rus az gördüm. Tayland'da Rus çokuydu. Vietnam'ın da plajları var. Oralara da inşallah gedəcəyik. Narahat olmayın. Kardeşiniz size dolu bir Vietnam videosu hazırlayacaq. Ümid eləyirəm bundan önceki ölkələri bəyənmişsinizdir. Hoşunuza getmişdir. Biraz Türkçe ile Azərbaycancanı qarışdırdım. Problem değil. Kardeşlerimizin dilidir. Bir çoxunuz yazırsınız, niyə sən Türkçe danışırsan da? Çünki qardaşım Türkiyədə təhsil almışam. Bir çox Türk filmləri izləyirik, serialları izləyirik. Ona görə istər-istəməz dilimizə yapışıbdı. Və neysə. Burada da küçə satıcılığı bu arada çox məşhurdur. Gördüyünüz kimi adamın ürəyini qaldıran yeməklər var. Bir də çox pis qoxu vurur.
ürəyim bulandı. Bazara dediyim kimi çox yaxın. Bazar oradır, böyük bir bazardır. Lənkəran bazarı kimi dana. Gəncə bazarı da ola bilər. Naxçıvan bazarını da deyə bilərik. Burada çox böyük bir klubdur. Bir də bahalı bir klubdur uşaqlar. Gecələr bura dağılır da. Nə tip adamlar gəlir, bir istəyərdim görəsiz. Təbii ki də göstərəcəm, narahat olmayın. Qardaşınızdasınız. Çayınızı, kofenizi, yeməyinizi alıb oturmuşsunuz, bilirəm izləyirsiniz. Belə qardaşlarımız da buradadılar. O papaq da buranın məşhur papağıdır. Xanım taxıb gəmi turuna gedəcəm, balaca qayıq, lötkə turuna. Orada göstərəcəm sizə. Görürsünüz deyir, masaj, burada da təbii ki də gecə həyatı, insan ticarəti, masaj adı altında bir çox fahişəxanalar fəaliyyət göstərir. Ucundan göstərəcəm və Asiyaya aid olan meyvələr də təbii ki də burada var. Bir tək bu qədər ölkə gəzdim, qardaş, alça görmədim. Alça yoxdur, qardaşım. Bu da siz necə bir meyvədir. Üstü sərtdir, içi marmalat kimidir. Tumu isə çox sərtdir, qəribə bir meyvədir. Hər tür meyvə var burada. Salam əleykum. Bazarda bunlara rast gələcək. İstədim bu videoda sizə biraz bazarın kaosunu göstərəm. Bazarı verəm, baxasınız. Vallahi billahi bilmirəm hardan keçəcəm. Buradan keçə bilərəm. Buradan keçək. Bentah bazarı uşaqlar. Hər şey gəlib tapırsınız. Elektronikasından, suvenerindən. Burada da yol vermirlər bu arada. Yolun soludur burada. Tayland kimi, nə bilim, Singapur kimi yolun sağı deyil. Yolun soludur. Yəni bizdəki kimi idarə edirlər. Yolda maşını. Danışığım biraz dəyişdi ana. Yuxuluyam, üzürü sayın. Buradan girək bazara. Bax, bu papaqların ən balacası. Bu papaqlar burada məşhurdur. Bax, bu qəşəymiş. Tam olaraq özünü Vietnamlı kimi hiss edir. Oy, qorxdum oy. Qardaş, ayağımın altına niyə girsin? Bu kaskdır, motosikl kaskı. Amma qəşəkdir. Buradan girək, görək nələr satırlar. Güllər də öz sözün deyir. Bibi, mən anam da sevir gül. Qızıl gül. Mis. Çox qəşəng qoxular var. Bəs desəz pələng pulu nədir? Buranın pulu Vietnam donqudur. Hardası 100.000 Vietnam donqu edir 6 manat 66 qəpik. Qardaşınız bunların pullarını da belə əl üstü göstərsin. Baxın, bu 10.000 Vietnam donqudur, 5.000'dir. Sonra canım sizə desin, 100.000'i tapacam, tapdım. Bu da 100.000 Vietnam donqudur. Yəni 6 manat 36 qəpik. 100.000 milyon da var burada. Milyon yaxşı puldur. Ortalama əmək haqqı isə 10 milyon Vietnam donqudur. Bunu da siz artıq hesaplayarsınız. Digər vətəndaşlar, dil öyrətməyə gələn bəzi insanlar bildiyim qədərilə 30 milyon Vietnam donqu alır. Bu da hardasa 1000 neçə dollar edir. Bəli, bazarda budur. Gördüyünüz kimi bazar ışıl. Pələng, bəs də türkçə danışırsan. Bazar da bazardır ya, hə uşaqlar? Hər şey var, hər şey. Bu şəkər qamışı, şəkər qamışından No, I don't need. Şəkər qamışından Hindistanda içmişdim. Bir zibil dadım. Kustum, batırdım. Burada xanım turistlərimiz var. Canım sizə desin, qardaşımız var. Biraz ilerlediğimiz zaman. Hi, how are you? Where from? I'm from Vietnam. What? I'm from Vietnam. Where? Vietnam. Which city do you live? Which city? Ho Chi Minh? You live Ho Chi Minh? No? Error verdiler. What? Thanh Hóa Việt Nam. Oh, good. Nice to meet you. Where are you from? I'm from Azerbaijan. Yeah. Azerbaijan. Yeah, okay. Thank you. Heç nə başa düşmədim, amma deyəsən bu şəhərli deyirlər. Burada da profesional çəkiliş gedir deyəsən. Qardaşlarımız kamerazat taxıb. National Geography-dir burada. Bax, bu Amerikanlılar gəldilər, burada qırğın elədilər. 1975-ci ildə, səhv etmirəmsə, buranın adı Ho Chi Minh olaraq dəyişdirilib. Burada da suvenirlər. Gəlirsiniz, alırsınız, aparırsınız, üstünə 5 qoyub Bakıda satırsınız. Burada da suvenirlər var, hə? Görürsünüz, hamısı xanımdır. İşləyənlərin bir çox xanımdır. Çox maraqlı suvenirlər var, uşaqlar, çox.
Ya bu Asiya mədəniyyəti çox gözəldir, rəngarəngdir, fərqli şeylər çox tapa bilirsiniz. Ancaq rənglərdən istifadə ediblər. Bunlar Budadır. Budalar oturublar. Ay, qızıl mı satırlar burada? Lá hủ giò cũng xong luôn. Oy, salam aleyküm. Nə tərsiz? Nə bir də icazə verin. Bütün hamısı da Azərbaycan dilini başa düşür. Qəşəng şeylər var. Bu bazarların bir şeyini sevmirəm ki, adamı çox pis bir şəkildə keçirdirlər. Çox baha satırlar. Həddən artıq baha satırlar. Fransızlar da çoxdur bu arada burada. Fransızlar buranı sömürgə eləyiblər. Hansı ki Fransız katedralı var. Orada aparacağam, göstərməyə çalışacağam. Sonra tarixi haqqında da bilgilər verəcəm. Məsələn, Avropalı bir xanım var orada. Görürsünüz? Dilə var bir də. Görsən necə? Fərqli bir dindir. Çox fərqli bir dindir, çox. Xanım da burada eynək alır. Ay, salam aleyküm. Good, very good. Yeah? You like it? Yeah, I like it. You like it? Yeah, I like it. How much one? 350. What? 350. 350, yeah, okay. Nice to meet you, thank you. Hə, yemək olan tərəfə də deyəsən, yavaş-yavaş keçdik. Burada hər cür yemək satırlar gənclər. Hər cür yeməklərimiz var. Bu bibilərimiz icazə versinlər. Hala bir dəqiqə. Oyda. Mən qoxunu sevmirəm. Bu qoxunu sevmirəm, qardaş. Bunlar nədir belə? Nə yeyirsiniz siz? Me foștănic, nu? Burada da var, bax. Meyvə yeyir, balıq yeyir, ət yeyir bir-birinə qarışır. Nətər yeyirlər. Burada da plo öz sözün deyir. Plo çox yeyirlər. Bax, turistlərimiz də gəlir. Turistlərimiz də yeyir. Sağ ol, hala, sağ ol. Sir. Burada nəsə ciddi bir çəkiliş gedir. Ciddi bir çəkiliş gedir. Bu nə kameradır belə? Mən də deyirəm, mənim kameram var. Vay. Sənədli film çəkirlər böyük ehtimal. Hər yerdə xanım işləyir, görürsünüz. Hello? Sorry? Coffee. I don't need. Thank you. Cassi. Huh? Cassi. What? Cassina. Casino? I don't need. Thank you. You like coffee? Thank you. Hay Allah. Ya biz başladığımız yere geri mi geldik? Hələ ki niyə yemirsən desəz, gənclər, mədəmi çox pis bir şəkildə xarab etmişəm. Çox pis bir şəkildə. Nə yeyirəmsə mədəm yanmağa başlayır, ağrımağa başlayır. Azərbaycana qaydanda da mədə doktoruna gedəcəm inşallah. Mədə doktoru deyirlər böyük ehtimal. Ayaq doktoru deyəcəkləri bir halı yoxdur ki. Profesional çəkiliş gedir burada. Mən qardaşım. Buradan da girək. Görək burada nə var. Profesional bir çəkiliş gedir. Mikrofonları var ha. Bu bahalıdır mı görəm? Bahalıdır. Adam görür, həvəslənir. Bibi nə olub ay bibi? Đây noodle súp. Noodle? No. Bé. No, I don't need. Lấy mốt cho mày đây. Bir də Taylanddan fərqli olaraq burada bibi qiymətləri göstərim, gözlə. Bingo sabro. Bu Vietnamese. 6 manatdan ucuzdur. 3 manat, 4 manata yaxın bir qiyməti var. Eyni şəkildə buradakı çörəkləri də görürsünüz. Sandviçlər çox məşhurdur. Bunların da 6 manatdan aşağı qiyməti var. Yəni 100-dən aşağıdır. Bu bilgiyi ilə verdiyimə görə davam edik. Həbibi sən nə şirinsən? Bu nədir? Bu əti neynəmişsiniz? Bərəkətinə qurban olun. Bu balığın harasıdır görəsən? Bu nədir belə? Siz nəyləri kəsib yeyirsiniz? Sizi qatillər. Bazardan çıxdım, sizi Notre Dame katedralına aparacağım, amma yağış çiliyir. Yağış yağmırmış ya özdə bura. Mən gəldim, yağış yağmağa başladı. Malayziyada bunu yaşadım. Singapurdan çıxdığım gün yağış yağdı. Nəysə, sağlıq olsun deyək. Notre Dame katedralına gedək. Bir əl üstü göstərim. Bundan sonraki videolarda inşallah doya-doya, gəzə-gəzə göstərəcəm. Deməli,
Motosikl hələ azdır gənclər. Çox azdır. Normalda dəhşətli motosikl çox. Salam mənim qardaşım. Hi, for tour, What? motor tour. I don't need. We make around the city on bike and you make Thank you. more Thank you brother. Thank you. See you. Bir də Tayland'a nəzərən, digər ölkələrə nəzərən Vyetnamda bir şey satmaqları daha belə şeydir də, belə adama satmaq istəyirlər. Qoymaq istəyirlər. Hava limanından çıxanda da görsən Qızıl bazarı. Qızıl bazarına gəl. Qızıl bazarını çəkim göstərim. Vay. Qızıl bazarları da var. Buranın qızılları da bildiyim qədərilə məşhurdur. Belə göstərim, başı çıxanlar varsa, 10 milyondur bax bu üzük. Sadəcə bu üzük, buradakı üzük 10 milyondur. Yəni sadəcə bu qızıl üzük 666 manat edir. Xanımlar, bəylər, 666 manat. Biraz elə bil çox oldu. Yoxsa yox. Fərqli qızıllar da var. Açıq qızıllar var ya burada. Açıq rəng qızıllar. Qiymət görə bilirəmmi? Hal-hazırda heç bir qiymət görəmirəm bibi. Başıma dönərəm. Bibi bu neçədir ay bibi? How much one? Gold, yeah, gold. Yeah. How much one? Gold. Yeah, okay, how much? How much? This đây. Free'di. Pulsuzdur, başa dedim. What in 10 minutes? Low. Yeah. Low này hả? Yeah, how much? Ürəyim çəkildi day, deyin neçədir? Yeah, how much? Đô la hay Việt Nam đồng? Hə? Đô la hay Việt Nam? Vietnam dongu. Oy, bu nə qədər şey hesablardı. Nə qarır bu bizə? Nəsə də yazır orada. Mən nə başa düşüyorum burada? Burada nə anlayayım? Right here. I don't understand. Đô la hả? Yeah, dolar. Đô la đi. Bura nə yazdı başa düşmürəm. Bu doktor yazısıdır. 429 đô. Mən nə anlayayım? Mình chết chờ. Ha, 42 dollar. 42 dollar. Okay, thank you. 42 dollar imiş. 2 saatdir bizi burada gözlədir. 42 dollar. Yəni ucuzdur mu? İngilis dili bilmirsən deyəsən, bunlar da bilmir. Nə danışacağam, nə soruşacağam. Bilsən belə heç nə danışa bilməyəcəm. Bibimiz də burada nəsə satır. Nətə say bibi? Hello. Bánh tráng. What's name? Banke? Ay bibi, bunun adı nədir? Acılıyırsan orada. Bu nədir belə? Ay, bunların hamısı acıdır gənclər. Ətrindən də bilinir. Qoxusu gələndə belə olursan. Baxın, motosikillər hələ azdırsa qardaşınız bir motosikl ordusu göstərəcək. Dəli olasınız. Bu nədir ki? Instagramdan təbii ki də takip eləmirsiniz. Takip eləsəz görəcəksiniz ki, storylərimdə hər an canlı paylaşımlar eləyirəm. Enerjik. Yatdım, durdum, səhər yeməyimi yedim. Hər şey qaydasında, gözəl. Burada mənim qardaşlarım var. Necəsiz? Şirindirlər. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al veb saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Burada bir qardaşımız var. Dedi, ayaqqabını təmizləyim. Amma dedim ki, istəmirəm də ayağımda təmizləyəsən. Dedi, şey verəcəm, şəppirti. Şəppirti verəcəm, ayaqqabını təmizləyəcəm. Görək necə təmizləyir. Bizi hara aparırsan belə kolluğa molluğa. Okay, here. Okay. 3 manata təmizləyəcəm. Okay. Where you from? I am from Azerbaijan. Azerbaijan. Yeah. Başıma dönərəm. Qardaşımız görək nə varacaq.
Görürsünüz, cəmaat nələrdən pul çıxardır. Nəsə elə bil o da öyle ama bu quruyacaq görəsən. Elişlə Roşkan şəp-şəpsin oxşudu ayağımdakı. Belə buradan gedirdim. Qardaş qabağıma çıxdı. Dedim ki, həm xeyir verim, həm də ayaqqabılarımı təmizləsin. Belə buradan gedəcəm gənclər. Buralar da belədir. Havada çox qapalıdır. Artıq örgəşdim. Nə edeyim? Sağlıq olsun. Geyindim ayaqqabını göstərdim. Çox yaxşı ayaqqabıdır. Decathlon ayaqqabısıdır gənclər. Həm hava keçirdir, həm belə ortopedikdir. Mənim ayağımın altı düzdür deyə çox ağrılı olur. Ona görə belə bir ayaqqabı seçimi etmişəm. Təmizdir qardaşımız, təmizləsin. Burada da fərqi göstərir. Görürsünüz uşaqlar. Ya, good. Fransa videoma baxmışsınızsa bilirsiniz ki, Fransada yayğındır. Küçənin bu tilinə, baş hissəsinə bu cürünə kafe qururlar. Fransızlardan gəlmədi deyirlər. Eyni şəkildə fransız sömürgəsi olduğu üçün burada da o cür kafelər var. Fransızların izlərini görə bilirsiniz. Motosikildə bir də bu qədərdir. Deyirdiniz qaqa, motosikil çoxdur orada. Canlı yayınlar açıram, bir çox yazır ki, motosikil çoxdur. Gördüyünüz kimi çoxdur. Yağış da başladı. İnşallah tez kəsər. Yağış göstərmirdi də bugün, Niyə yağış yağdı bilmirəm. Hava hal-hazırda 31 dərəcədir. Belə göstərim. Görürsünüz 31 dərəcə. Nəmlidir, bulutludur. Sabaha da yağış göstərdi, o birisi günlərə də. İkinci gündən hava düzəlir. Belə. Katedralı göstərim, nə vaxtı katedrala getmirəm. Avropa videolarımda bilirsiniz. Katedral, bazilika, hamısını göstərirdim sizlərə. Kilisə də eyni şəkildə. Kilisə bir balacasıdır, katedral bir böyüdür, bazilika isə bir böyüdür, bazilika bu arada. Belə bir səs gəlirsə, böyük ehtimal məktəb var burada. School, məktəb var. Uşaqların bu səsləri çox qəşəngdir. Ən gözəl illərdir məncə. Yadıma gəlir, anamın əlindən tutub məktəbə gedirdim. O günlər nə tez keçdi. Gənclər, katedral buradadır. Katedral təmirdəymiş. Mənim şansıma nə deyim. Əslində burada 2 dənə gülləsi var. O çox gözəl görsənir. Təəssüf ki, onu çəkib göstərə bilməyəcəm. Təmirə də təzə başlayıblar deyəsən. Katedralımız budur. Avropa toxunuşunu gəlib Asiyada görmək maraqlıdır, amma sömürüblər yazıqları. Hər şeylərini alıblar, özgürlüklərini belə alıblar. Azadlıqlarını. Yağış yağır mı? Yağır. Ara-ara silir üstümüzə. İdman da edirlər. Vyetnam xalqı idman edən xalqıdır. Bizə görə dadlı olmasa da mətbəxləri, həqiqətən çox sağlıqlı mətbəxləri var. Buradan keçək qarşı tərəfə. Oy, bismillah, bu nə? Buradan qarşıya keçək. Maşını görün, nə maraqlı eləyiblər. 100% xanımın maşınıdır, elə saxlamağından bilinir. Yox, bir bəydir, xanım da ölüymüş. Bizə icazə verərsiniz, biz keçək. Vay. Sür xaloğu, sür. Normalda burada çox qəşəng şəkillər çəkdirirdilər, mən görmüşdüm. Amma qismət olmadı, gəlib çəkdirmək. Buradan belə gedək. Bir də motosikl çoxdur axı, Grab deyə bir proqram var. Məsələn, Taylandda Bolt işləyirdi, Grab də işləyirdi. Burada Grab var, Grab'dan motosikl çağıra bilirsiniz, ucuz qiymətləri. 2 manata, 3 manata, hətta 1 manata motosiklla 3-4 kilometr gedə bilirsiniz. Sağda görə də dəyişir. Yağışlı olan vaxtlarda biraz problem olur. Kapsentlər qalxır. Azərbaycandakı kimi, dünyanın hər yerindəki kimi. Amma mən Grab'dən istifadə edirəm. Motosikl da kiralaya bilərsiniz. Pravaya dedi, çox da ilişmirlər. Amma dedilər, problem ola bilər. Çox adam var deyə motosiklı sürmək çətin olur. Katedralımız budur. Təəssüf ki, katedralın içinə girə bilmədik. Karyalılar da burada çoxdur bu arada. Dəhşət karyalı var. İstəyərdim bir girməyi katedralın içinə. Birisi çox maraqlı olur. Kilisələr belə maraqlı dizayn olunur.
Avropa videolarıma baxmısınızsa görə bilərsiniz. Aşağılara düşün, Avropa videolarını taparsınız. Belə bir gözəl yerə gəldi, çıxdı. Baxın, Ho Chi Minhin şəkili orada da var. Amerikanlara qarşı həqiqətən gözəl bir dirəniş eləyib. Hansı ki, ilk bu şəhəri azad edib, bu şəhərdən başlayıb. Gördüyünüz bu şəhərdə də vuruşmalar gedirmiş. Tunellərə aparacam, amma tunellərə bu videodan yox, bundan sonraki videolarda aparacam. Köhnə filmlərə baxmışsınızsa, Vietnam tunelləri, Amerikanlar üçün tikilmiş tunellərdir bunlar. Hansı ki, girirmişlər, yollarını itirirmişlər, dəli olurmuşlar. Yəni, ürəkləri partlayıb ölürmüşlər. Tunellər də çox dar imiş, çox balacaymış, girişi, çıxışı. Mən onları göstərəcəm sizə. Xanımlarımız nə qəşəcəyir. Başına dönərəm, əmək. Hello. Qəşək. Deyirdilər burada bir poçtu yeri var və çox gözəl görsənir. Orada buraymış. Bir buranı işıqlandırıb eləsəydiniz də bir maraqlı olardı. What's the name of this place? No? No və hə. Yol üstü qardaşımızdan bir dənə eynək aldım. Öpürəm sən, öpürəm mənim qardaşım, öpürəm sən. Öpürəm sən. Görüşərik. Thank you. Gökberk, gel. Sen ona bir buse mi kondun? Öptüm onu. Öptüm onu. Ben öperim. Ben öperim. Benden kaçmaz. Neyse gençler, eynəyimi itirmişdim. Gözəl bir eynək aldım. Polaroid'di özdə dediyinə görə. Belə gedəcək Buviyənə. Salam mələkəm. Baxın uşaqlar, görün nə qədər motosikl var. Hələ çatdıra bilmədim, çoxu keçdi. Çəkə bilmədim çünki qırmızı işıq idi. Qırmızı işıqda motosiklər yığılır. Kask taxmalısınız. Kask taxmasaz böyük cəzaları var. Bildiyim qədərilə 6 milyon Vietnam dolğunun cəzasını götürürsünüz üstünüzə. Bildiyiniz dəlixanadır. Yəni dəhşətli dərəcəsində adam var. 9 milyon əhalisi var bu şəhərin və bax yığıldı, bax görürsüz. Qarışqa balaları kimi yığılıblar ora. Görün nə qədərdirlər. Biz indi gedirik ət yeməyə. Burada bir qoca əmimiz var, Patrovkalı. Buradan keçək yıxılmadan. Okey, yemək yiyəcəm, ondan sonra Buviyəni göstərəcəm sizə, amma azıcıq. Gənclər, restorana gəldik də, burada ət satırlar, qəşəng ətli yeməklər, toyuqlu yeməklər, amma restoran bağlıymış. Harda nə yeyəcəyik, bilmirəm, lailəni dindirmə. Buradan keçid edirsiniz. Bura, sonra çıxanda da özünüzə bir kişi alırsınız. Qiymətlər çox uyğundur ya. Məsələn, bu qiyməti neçədir? 34, 550-dir də, 550 nə qədər edir? 30 neçə manat edir. Aşağı da sala bilirsiniz bu arada. Yəni qiyməti indirməyiniz, diskont etməyiniz çox önəmlidir. Deməyinə baxmayın. Parfümlər var. Yeni şəkildə. Hamısı bu arada fake-dir, yəni orijinal deyil. Mənim eynəyimdən var, görəsən burada. Var. Mənim eynəyimdən. Bunlar toplu halda Azərbaycana gəlir. Yəni gətirirlər, bizdə satırlar. Onun ticarətini edirlər. Burada qat-qatda ucuzdur. Çox da göstərib yormaq istəmirəm sizi. Belə bir şey var, 6 manat satdı. 6 manat, Nike-ın emblemi var. Amma Nike deyil. Neysə. Buradan yavaş-yavaş şöyle çıxaq. Çin yeni ili olduğu üçün görsünüz qıpqırmızı belə rəngləyiblər. Çıxaq buradan çölə, gedək inşallah şeyk yeməyə, McDonald's yeməyə. McDonald'sdan gözəl bir nə yeyəcəm? Big Mac yeyərəm ya da cheeseburger yeyərəm. Buviyen küçəsinə gedirəm. Bir ara küçəyə girmişəm. Biraz təhlükəli küçələrdir gənclər buralar. Əsasən masajçıların olduğu, illegal həyatın olduğu bir küçələrdir. Eyni şəkildə hostellər də var, otellər də var. Bura oteldir, səhv etmirəmsə. Təhlükə dediyim nə təhlükə ola bilər? Sizə olan hər hansı bir təhlükə olmaz. Yəni sizə ola biləcək hər hansı bir təhlükə sadəcə insan alveri, nə bilim, illegal maddələrin satıldığı yerlərdir buralar. Əsasən də turistlərə. Motosikl istifadə edən taksi sürücüləri belə sizlərə nəsə satmaq istəyir, qadın satmaq istəyir, hər hansı bir maddə satmaq istəyir, zərərli maddə. Eyni şəkildə küçə yeməkləri də burada təbii ki də var. Bax, burada gətirib paltarlarınızı da yuya bilirsiniz. Tayland videoma baxmışsınızsa görmürsünüz. Gətirib yudurdurdum. Taylanddakilər daha yaxşı idi. Məncə burada da
Nə yaxşı yerlər tapmaq olar. Ay, bura bir evdir deyəsən. Burada yaşayırlar. Fərqli həyatlar var burada həqiqətən. Məsələn, bura bir masaj yeridir, səhv etmirəmsə. Hə, nəsə kamera xoşlarına gəlmədi. Orada masaj elətdirirsiniz. Kameradan qaçırlarsa böyük ehtimal illegal masajdır. Eyni şəkildə burada bir masajıdır. Masaj ya? Masaj. Dayanıb biraz söhbət eləyəndə az çox başa düşürsən ki, bura nədir, nə üçündür. İndi yağış yağır deyə bu VN biraz boşdur. Həm də saat çox tezdir, 7-yə qalıbdır. Bu VN deyilən küçə buradır gənclər. Girişini aparacam, girişindən etibarən göstərəcəm. Bu da bu VN'in giriş küçəsidir. Görürsünüz yazılıb bu VN Walking Street. Burada qəşəng məkanlar da var, amma hal-hazırda çox az adam var. Yəni demək olar ki, adam yoxdur. Dünənləri mən buradan keçmişdim. Bura elə bir stadionun çıxışı idi da. Belə dəhşət adam var idi. Uzun sözün qısası, mən buradan içəri girəcəm. Biraz göstərməyə çalışacağım. Məkanlar gördüyünüz kimi bomboşdur. İlerleyen saatlarda böyük ehtimal məkanlar dolacaq. Çünki yağış yağır, bilmirəm görürsüz ya yox. Yağışda nə eləcək qardaşım? Get otur evdə kofe iç. Walking Street. Çox maraqlı məkanlar var. Bunun dizaynına baxın bir dənə. İğnə atsan yerə düşməz. Normalda elədir buralar. Amma indi boşdur. Baxın uşaqlar, Grab'dən motosikl çağırmışam. Hardasa 31.000 eləyir. Harda yazır göstərim. 31.000 eləyir. Bu da 2 manatdır. Gedəcəyimiz məsafəsi 3 kilometr, 4 kilometr belə bir şeydir. Bu indi motosiklin yerini göstərir. Mən hardasa gedəcəm. Hara? Tam olaraq bura. Buradan bura gedəcəm. 2 manat pul ödəyəcəm. Motosikl da gəldi. Minəcəyik, gedəcəyik, qardaşımıza baxım. Adım yazılıb burada. Hə. Yazılmayıb, amma neysə, mənəm böyük ehtimal. Mənəm qardaşım, mənəm. Kaskı da taxmaq məcburidir deyə hamı taxmalıdır. Getdi mən qardaşım. Sür. Elə bizi pitiləməsinlər, yavaş ol. Bizi dağıtdığı deyərlər burada. Yerlər də sürüşkəndə ehtiyatda ol, qadu alaram, yağış yağır. Bir dənə mənzərəyə baxın, görün nə qədər motosikl var. Bilmirəm səsim gəlir ya yox. Motosikl sürmək burada sərfəlidir. Hətta yağış da yağanda bu cürlə bir şey örtürlər üstlərinə, daha doğrusu geyinirlər. Bax, burada da var, balaca uşaqdır. Şeydən çıxıb, nə deyim ona, bilmirəm, nəsə, geyim, hər hansı bir geyim. Belə bir şey deyim. İstəyirəm göstərəm buraları sizə. Görün necə ışıl-ışıldır, rəngarəngdir. Asiyada olduğunu həqiqətən də bilirsən. Mənim çox xoşum gəlir. Düzdür, qarışıqlıqdır. Hansı ki oradakı toplara baxın, bilmirəm görürsünüz ya yox. Asiyada yaygındır, Hindistanda yaygındır bu tip şeylər. Diğer ölkələrdə də var, amma bu rəngarənglik, bu insanın çoxluğu çox maraqlıdır. Belə nətər görsərəm bilmirəm. Gözəldir, qəşəngdir. Qardaşım hələ ki yaxşı sürür. Çox da sürətli sürmür. Hoşimin şəhəri böyük şəhərdir, gənclər. Bilmirəm, dedim ya yox, 9 milyon əhalisi var, 9 milyon. Haradasa bir Azərbaycan qədər edir. Amma dəhşət basırıq görmürsən, ya da mən o basırıq yerlərinə hələ ki getməmişəm. Hansı ki, ən mərkəzi yerlərindəyəm. Molun girişindəydim, yarasıya baxın bir dənə. Vay. Görürsünüz? Işıqlıdır deyə böyük ehtimal görmür. Bu arada mola gəlmişəm. Bir şey var, onu almaq istəyirəm. Buraları çox göstərməyəcəm, sıxmayacam sizi.